Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif 2-ci hissə iş dəftərindən hava axını necə yaranır mövzusu ilə bağlı tapşırıqları izah edərik. Gəlin tapşırıqlarımıza başlayaq. Birinci tapşırığımız aşağıdakı ifadələrin doğru və ya yanlış olduğunu işarələ. Yer səthindəki cisimlərin üzərində düşən havanın ağırlığı atmosfer təzyiqini yaradır. Bu doğru fikirdir. Temperaturun azalması nəticəsində sıxılaşıb ağırlaşan hava yer səthində alçaq təzyiq sahəsi yaradır. Bu yanlışdır. Sıxılaşıb ağırlaşan hava aşağıya doğru çökür, yəni yüksək təzyiq yaradır. Daha çox təsir edir yerdəki cisimlərə. Havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət etməsi küləyi əmələ gətirir. Əlbəttə ki, doğrudur. Yəni ümumilikdə küləyin üfüqi yerdə, yəni külək havanın üfüqi yer dəyişməsidir. Təzyiq barometr cihazı ilə ölçülür. Bu da doğrudur. Temperaturun artması nəticəsində yüngülləşən hava yer səthində yüksək təzyiq sahəsi yaradır. Bu yanlışdır. Yüngülləşən hava yuxarıya doğru qalxır və alçaq təzyiq sahəsi yaradır. İqlim xəritəsində müxtəlif təzyiq sahələri təsvir edilmişdir. Xəritədə verilən xətlərin nə olduğunu müəyyən et. Xəritədə verilən xətlər izobarlardır, yəni eyni təzyiqə malik nöqtələri birləşdirən xətlərdir. Küləyin hansı istiqamətlərdə hərəkət edə biləcəyini xətlərlə xəritə üzərində çək. Əgər biz A nöqtəsindən Y nöqtəsinə doğru külək əsər, çünki burada tam da A nöqtəsindən Y-yə yox, yəni məsələn, buradan Y-yə doğru külək əsər, çünki nöqtə qoyduğumuz yerdə təzyiq yüksək, Y nöqtəsində isə alçaq təzyiqdir. Daha sonra buradan A nöqtəsinə doğru külək əsər, çünki burada yüksək təzyiqdir. Həmçinin buradan yenə də A nöqtəsinə doğru külək əsər, çünki yüksək təzyiqdən alçaq təzyiqə doğru havanın yer dəyişməsidir. Küləklər bir-birindən nə ilə fərqlənir? Yəni burada küləyin belə deyək, təzyiq fərqi nə qədər çox olursa, küləyin gücü də bir o qədər çox olacaq. Ölkəmizə daxil olan küləklər necə adlanır? Bu ölkəmizə daxil olan küləklər yerli küləklərdir. Xüsusilə də Abşeron yarımadasına, yəni Bakıya şimaldan daxil olan küləklər Xəzri, cənubdan daxil olan küləklər isə Gilavar küləyidir. İsti və soyuq küləklərin müxtəlif istiqamətlərdən ərazilərə daxil olmasının səbəbini izah et. Bu əlbəttə ki, yaranan belə deyək, ölkənin yerləşdiyi enliklərdən çox asılıdır. Məsələn, ölkəmizə şimaldan daxil olan küləklər qütbə yaxın olduğu üçün soyuq küləklər olacaq. Amma ölkəmizin cənub hissəsi daha isti enliklər olduğu üçün ölkəmizin cənubundan daxil olan küləklər isti küləklər olacaq. Yəni bu da əsas fərqləri göstərir. İndi burada da göstərilən Cənub-Qərbi Asiya regionudur. Yəni xəritədə göstərilən Cənub-Qərbi Asiya regionu olduğu üçün belə deyək. Məsələn, burada 1 rəqəmi ilə göstərdiyim külək daha soyuq, amma 2 rəqəmi ilə göstərdiyim külək daha isti olacaq. Yəni bu fərqlər ola bilər. Aşağıda verilən şəkilləri Beaufort şkalasındakı uyğun məlumatlarla birləşdir. Bildiyimiz kimi Beaufort şkalası küləyin gücünü ölçür. Burada da 12 ballıq olur. Burada indi A-da 0,2 metr böl saniyə, yəni şəlakət, küləksiz havadır. Bu da 3-cü məntəqəyə uyğun gələcək. Yəni zəif külək əsir. B-də 4-6 metr böl saniyə. Bu da güclü küləkdir, əlbəttə ki, 2-ci məntəqəyə uyğun gələcək. C-də isə 9-10 metr böl saniyə, yəni qasırğadır, bu da dağıntılar yüksək olacaq, 1-ci məntəqəyə uyğun gələcək. A və B təsvirlərindəki gecə və gündüz brizlərinə aid sualları cavablandır. Şəkillər üzərində küləyin istiqamətini çək. A şəklində külək gündüz vaxtı dənizdən quruya əsəcək. Bunun səbəbi gündüz vaxtı quru daha tez qızır. Yəni suya nisbətdə quru ərazi daha tez qızır. Qızan hava yüngülləşir. Yüngülləşən hava yuxarıya doğru qalxacaq. Yüngülləşən hava yuxarıya doğru qalxdığı üçün burada alçaq təzyiq yaranacaq. Su isə gec qızdığı üçün orada hələ ki yüksək təzyiq olacaq. Ona görə külək yüksək təzyiqdən alçaq təzyiqə doğru əsəcək. Bu olacaq gündüz brizi. Bir də var gecə brizi. Bu zaman isə külək qurudan dənizə doğru əsəcək. Bunun da səbəbi yenə quru tez soyuyacaq. Tez soyuduğu üçün hava ağırlaşacaq, sıxılaşacaq. Sıxılaşan hava ağırlaşıb aşağıya doğru çökəcək, yəni yüksək təzyiq yaranacaq. Bu zaman quruda yüksək təzyiq, suda isə alçaq təzyiq yaranacaq, yəni külək yüksəkdən alçağa doğru əsəcək. Brizlərlə musson küləkləri arasında oxşar fərqli cəhətləri qeyd et. Oxşar cəhət odur ki, hər ikisi təzyiq fərqindən yaranır. Digər bir səbəb hər ikisi su ilə quru arasındakı təzyiq fərqindən yaranır.
Həmçinin digər oxşar xüsusiyyətlərə bunu deyə bilərik ki, hər ikisi istiqamətini dəyişirlər. 2 dəfə istiqamətini dəyişirlər. Sadəcə bunların fərqli cəhəti odur ki, mussonlar daha çox belə deyək, okeanla materik qitə arasındadır. Brizlər daha çox dənizlə quru arasındadır. Həmçinin fərqli xüsusiyyət odur ki, brizlər sutkalıq küləklərdir. Yəni sutka ərzində istiqamətini 2 dəfə dəyişirlər, amma mussonlar ildə 2 dəfə istiqamətini dəyişirlər, yəni mövsümi küləklərdir. Sıxımda verilən küləklərdən hansı havanın temperaturunu artırar, hansı azaldar? Burada əgər fikir versəz, ekvatora doğru enlik dərəcə qiymətləri artıb. Deməli, burada şimal enlikdir. Yəni, ekvator 0 dərəcə enlik, 20 dərəcə şimal enliyi, 40 dərəcə şimal enliyi, 60 dərəcə şimal enliyi. İndi burada, yəni nöqtə qoyulan məntəqəyə birdən əsən külək, yəni şimal küləyi daha soyuq olacaq. Çünki qütbdən əsəcək. Ona görə birdən əsən külək temperaturu azaldar. 1. 2-dən əsən külək isə temperaturu artırar. Çünki burada küləklərdən hansı havanın temperaturunu artırar? Burada biraz fərqli yazıb. Deməli, burada əslində belə deyil. Məsələn, 1-ə doğru əsən külək şimala doğru əsəcək. Yəni 60 dərəcə şimal enliyinə doğru əsəcək. İndi belə deyək, 40 dərəcə şimal enliyindən 60 dərəcə şimal enliyinə doğru əsən külək 60 dərəcə şimal enliyində temperaturu artırar. Yəni bir küləyi temperaturu artırar. Çünki 40 dərəcə şimal enliyi 60-a nisbətdə daha istidir. Amma 40 dərəcə şimal enliyindən 20 dərəcə şimal enliyinə əsən külək, yəni iki küləyi temperaturu azaldar. Çünki burada 40 dərəcə şimal enliyi, 20 dərəcə şimal enliyi, 40 dərəcə şimal enliyi daha soyuqdur, 20 dərəcə şimal enliyi daha istidir. Ona görə temperaturu azaldar. 3 ilə 4 isə bunu tam deyə bilmərik. Yəni temperatur həm artıra da bilər, azaldara bilər. Əslində normalda bu dəyişməz qalacaq. Ona görə A-ya 1 gedəcək, B-yə də 2 olacaq.